Şeyx İbn Cəvzi rəhməhullah bu təzə fəslə başlayır. O da şeyx indi danışır ki, iblis necə elm əhlinə və ümumiyyətlə elm fənlərinə vəsvəsələrindən. Və iblis bir dənə cahilə vəsvəsə vermir. İblis həmçinin elm əhlinə də vəsvəsə eləyir. İblis elm əhlinə vəsvəsəni daha da çox eləyir. Çünki elmin əhlinin zəlatə gelməyi iblisə daha sevimlidir, min dənə cahilin zəlatə gelməyindən. Ona görə elm əhlinlə çox vaxt işləyir və məsələn çalışır ki, çox vaxt ixlası korasın. Gəlib Rasul sallallahu aleyhi ve sellem kim elmi öyrənir ki, mübahisə eləməyə və cəmaatı öz tərəfini çəkməyə, qiyamət günü cənnətin iyi gəlmiş ona. Hansı ki, 40 illik yoldan cənnətin iyi gəlir. Ona görə elm məsuliyyətdir. Kim bir şey öyrəndə onun üzərində məsuliyyət daşıyır, soruşulacaq. Ola bilər, elm fayda versin insana qiyamət günü, o üçün hələ oxuduğu elm onu cəhənnəmə aparsın. Və şeyx həmçinin buyurur ki, bu məsələdə şeytan hərdən elə vəsvəsələr verir ki, açıq aydın məsələlərdə. Açıq aydın məsələlər, lakin vəsvəsə verir o məsələdə. Yəni, nəinki gizli məsələlər, qaranlıq məsələ, ağır. Şeytan yəni hətta açıq aydın məsələlərdə, yüngül məsələlərdə vəsvəsə verir. Burada Şeyx Rəhməhullahın birinci qarilərin necə vəsvəsələrindən danışır. Yəni, iblisin qarilər, yəni Quran oxuyanlara. Quran oxumaq da məsuliyyətdir. Ən birinci qiyamət günü Allah Subhanahu Quran oxuyanlarda hesaba çəkəcək. Burada şeyx bu vəsvəsələrin cürbəcür növlərindən danışır. Deyir ki, ən məsələn vəsvəsələrindən qarilərə, iblisin o qiraətlərlə məşğul olmaq. Oturur gecə gündüz 7 cür qiraət, şaz qiraətlər, vaxt keçir, aparır. Elmi sərf edir buna. Ola ki, vacib olan məsələlər qalıb qıraqlar. Və ya məsələn, daima əzbərləməyə fikir verir, daima lakin namazın əhkamlarını bilmir. Bu, iblisin vəsvəsələrindəndir. Və ya məsələn, hətta qiraətdə şişirdir məsələn, xüsusən hərflərin məxrəclərində. Toxunub elm əhli buna, bəzi qarilər görürsən, məxrəclərində çox şey edirlər, şişirdirlər hətta artıq. Məsələn, görürsən, məsələn, sad hərfini. Görürsən, məsələn, hərdən görür ki, bu sad hərfini çıxardır. Və ya məsələn, aynı hərfin həddindən artıq şişirdir, məxrəcindən çıxardanda. Və biz bilirik ki, aynı hərfi boğazın dibindən çıxardır, bu da dabanından çıxardır. Belə dəhşət. Allahu Ekber. Vallahi şeytan vəsvəsəsidir. Şeytan vəsvəsəsi. Bu da vəsvəsələrdəndir. Və Həsən Basri ona görə deyir ki, Rahmanullah, Quran nazil oldu ki, Quran'a əməl etsinlər. Və lakin, fəqət qiraətlə əməl etdilər. Oxumaqla. Yəni, başqa şeylə əməl etmədilər. Düzdür, Quran oxumu, nazil olma oxumaq, lakin bir də oxumaq nazil olmuyor. Həmçinin əməl üçün nazil edib. Və məsələn, sonra Şeyx Rəhməhullah, məsələn, qariləri vəsvəsələrindən Quran oxuyanda ayrıca bunun üçün təntənəli bir şey keçirmək, yiyib-içmək, odun qalamaq, meclis vermək, bunlar hamısı vəsvəsələrdir, iblisin, qarilərə. Bunlar hamısı vəsvəsədir. Gör ki, bunlar İslamı izzətləndirirlər, yüksəldirlər. Aksinə, İslamın elə alçaldırlar. Çünki bir dənən İslam yüksəlməz. Bir dənən əskilərlə zat. Və ya məsələn, gecə gündüz Quran oxumaq. Bu da bəyənilmir çox, hansı ki, başqa məsələlər bilmirsənsə. Məsələn, necə dedik, adam var gecə gündüz Quran oxuyur, namazın əhkamlarını bilmir. Eybidir. Aydındır. Ümumiyyətlə, təbii ki, ixlas olmalıdır. Həmçinin vəsvəsələrindən
elm öyrənir və Quran oxuyur ki, gör içində dəhşətdir filan kəs. Bu da vəsvəsə də iblisin. Və insan özündə nəsə görmək böyük şey. Ona elə gəlir ki, bu dəhşətdir. Bu da iblisin şək yoxdur, yolunda olmalı dəlillərdən biridir. Həmçinin gəlib ki, bəs məkruh görüb elm-əhli Quranı çox belə mahnıya oxşatmaq. Oxusan, müəzzinlər bu saat, evsən bir xanəndə oxuyur, minarədə dayanıb, muğamat deyir. Ki, cəmaatın xoşu gəlsin. Yaxşı muğamat deyir, laf ürəyimizi yatdı. Bu da iblisin vəsvəsələrdəndir. Ona görə İmam Əhməd məşruh görüb. Quranla belə eləmək, muğamət demək Quranla. Az qalı aman-aman desin. Söyledi iblisin vəsvəsələrindən, lakin Şafi Rahimullah icazə verib buna, Quran biraz belə əyib, belə düşmək, bu cür belə biraz avazını oxumaq. Lakin təbii ki, Şafi əgər görsəydi bugünküləri deyərdi, bu da məkruhdur. Belə olmaz. Həmçinin vəsvəsələrindən Quranda qari elə başa düşür ki, bu cəhənnəmə düşməyəcək ki, Quran əzbər bilir. Bu da vəsvəsədir. İblisin vəsvəsələrindən. Şeylərin birinci qarilər düşəcək cəhənnəmə. Ona görə düzdür, burada müəllif Rahiməhullah ibn Cəvzi rivayət gətirir, bilməm səhihdir, Allah bilir. Deyir ki, bəs Bəkir ibn Hubeyşdən deyir ki, cəhənnəmdə bir dərə var. Hər gün cəhənnəm özü o dərədən Allah'a sığınır, istihazə edir 7 dəfə. Və sonra o dərədə də bir dənə quyu var. O dərə ilə cəhənnəm özü o quyudan 7 dəfə istihazə edirlər gündə. Allah subhanət aləyə. O quyuda da bir dənə ilan var. Quyu özü dərə ilə və cəhənnəm o ilanla 7 dəfə istihazə edirlər Allah subhanət aləyə. Və deyir, ən birinci deyir, ora atacaqlar Quran oxuyanları. Subhanallah. Deyəcək ki, Quran oxuyanı çağıranda ki, deyəcək, ya Rabbi, bütpərəstlər, kriştaytlar qoymuşsan, Peyğəmbər elan edənləri gəlməni sevirsən. Deyəcək ki, subhanallah, siz bilirsiniz də. Onlar bilmirdilər, lakin siz bilirsiniz axı. Bilən əzabı ağır olacaq, qiyamətində. Cahillər düzdür, onlar üçün əzab var, kifayət qədər, lakin bilənlər üçün dəhşət olacaq. Çünki bilənlə bilməyən bir deyil axı. Aydındır. Və burada Şeyh Rahimullah iblisin vəsvəsələrindən danışdı qarilərə, sonra Şeyh Müncəvzi Rahimullah hədis əhlindən danışdı. Necə iblis hədis əhlinə vəsvəsələrlə edir. Və Şeyh burada Rahimullah deyir ki, bəzi insanlar, hədis alimləri görürsən, səfərlər çıxırlar, hədis yığmaq üçün. Yığırlar, çoxlu yol sənədlərlə, yolunla, cürvəcür mətinlərlə, qəribə mətinlərlə hətta. Yəni, hədis yığırlar. Bunlar da iki növdür. Elə var o qəsdən ki, səhih hədisləri yığıb, zəif hədisləri həmçinin yığıb, bəyan etsinlər. Və İslam ümmətinə xidmət etsinlər. İxlas ilə. Təbii ki, bu onlara aid deyil. Ola ki, elə hədisçilər də var ki, yığırlar ki, qoydusunlar ki, bu çox yığıb. Yəni, vəsvəsə var bu cür olur. Onu ixlasdan keçir. Yəni, hədis öyrənir ki, qoydusunlar ki, filan keçdi. Doğrusu ki, bu iblisin vəsvəsələrindən. Və ya, məsələn, hədisin müəyyən babını keçir, öyrənir, dərinliyə gedir və ya hədis elmini öyrənir, başqa şeylər bilmir. Məsələn, fikri məsələn, adi namazın əhkam olanı bilmir. Bu da şeytanın vəsvəsələrindəndir. Yəni, təbii ki, insan bir şey öyrəndi, gerək ondan
qabağında bəzi şeylər var. Ta ki, məsələn, hər bir müsəlman namazın əhkamı bilməlidir. Xüsusən, məsələn, alim əgər hədisçidir, hədis öyrən namazın əhkamı heç nə. Və təbii ki, əgər kim belə eləyirsə və çox şey tərk edir, hansı ki, ondan qabaq lazım olan məsələləri və əqidə məsələləri xüsusən, doğrudur ki, iblisin vəsvəsələrindən daxil olub o. Vəsvəsələr altındadır. Və necə ki, məsələn, hafiz, Quran, biz dedik, adam Quran əzbər bilir, namazın əhkamlarını bilmir. Bu da eyvdir, təbii. O, məsələn, əqidə məsələn bilmir. Ümumiyyətlə, hədis, insan həmçinin iblisin vəsvəsələrindən hədisçilərə hədis oxuyla əməlləmirlər. Bu da vəsvəsələrdəndir. Xüsusən, bu hədisləri ki, bunlar əməl edə bilərlər. Amma o sən taqətindən çatmırsa, taqətindən çoxdursa, gücün çatmırsa bəzi məsələlərə, deyir ki, Allah subhanət hələ sənə məcbur edəmir. Müsəlman gücü çatan qədər gerək ibadət edir. Allah subhanət hələ bu ki, fəttəqullaha məslətatun. Allahdan gücü çatan qədər bacardıqca qorxun, təqvalı olun. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər sizə bir şey əmr etsəm, onu gücü çatan qədər əməl edin. Həmçinin də hədis vəsvəsələrindən hədisləri oxuyub əməl etməmək. Bu da iblisin vəsvəsələrinəndir hədis oxuyanlara. Əməl etməmək. Ümumiyyətlə, əməl mühümdir. Quran oxuyan gərək əməl etsin. Həmçinin hədis oxuyan da gərək hədisə əməl etsin. Yoxsa birinci, əməl etməsin, yaddan çıxacaq. Ona vakiyə gəlib bilirdi ki, bəs istəyirəm hədis əzbərliyim. Dedi ki, rahiməhullah, əməl et. Hər bir dənə hədis əzbərliyindən sonra əməl et. O hədisi əməl et. O cür əzbərləyəcəksən. Əgər hədis əzbərləmək istəsən, əməl et. Və əməl yaddan çıxarmağa qoymur. Yəni ki, hədisi ümumiyyətlə həm ayəni, həm fikir məsələni və s. Və hədis oxumaqla deyil, aydındır, geri əməl də ola. Əməl olmasa, o hədisdən savabı gəlməyəcək. Və təbii ki, şək yoxdur ki, ixlas ola, gerək ki, öyrənsən ki, bəs Allah üçün. Və biz dedik ki, Rasul salsan buyurub ki, kim bu elmi öyrən ki, mübahisə eləməyə və ya cəmatı öz sənəmini çəkməyə, qiyamət günü cənnətin iyi gəlməyəcək ona. Hansı ki, 40 illik yoldan gəlir. İyi. Ona görə ən birinci ixlasdır təbii ki, ixlassız da ümumiyyətlə elmi öyrənmək başqa şey üçün iblisin vəsvəsələrinin altında da adam. Və sonra Şeyx Rəhməlullah necə fəqihlərə, yəni fiqh alimlərə vəsvəsələr eləyir. Yəni iblisin fiqh alimlərinə vəsvəsə eləməyi. Və inşallah qalsın gələn dərsimizə, Allah bilir. Biz davam edirik, elhamdülillah, tərbiyə sürürüz kitabın. Şeyx Rəhməlullah müəllifidir. Şeyx Rəhməlullah Hicrətin 597-ci ildə vəfatdır. Və sonra Şeyx Rəhməlullah buyurur, Zikr-i təlbis iblis aləl-fuqaha. Fəqihlərə şeytanın vəsvəsələri. Və ümumiyyətlə, iblisin vəsvəsələri, iblisi tanımaq mühümdür, hər bir müsəlman üçün. Çünki düşmən ən birinci düşmənlərdən biridir. Və müsəlman gərək ən birinci daxili düşməni tanıyaq. Bunlar qalib gəlir. Və əgər daxili düşmənə qalib gəlməyibsə, heç qalib gəlməz. Qalib gəlirsə faydası olmayacaq. Bu daxili özü məhv edici onu. Ona görə Şeyx Rəhməlullah fikir versək, başlayır, bir-iki dənə firqəni çəkəndən sonra alimlərdən başlayır. Alimlərin vəsvəsələrlə. Və göstərir ki, iblis
Nəinki cahili vəsvəsədir. Hətta alimə də. Ona görə insan onu tanımalı birinci və ən birinci onun vəsvəsələrindən özünü qorumalıdır. Və elə bir insan yoxdur ki, onu vəsvəsə eləməsin. Elə bir insan yoxdur. Elə şey yoxdur ki, vəsvəsə olmasın. O var, iblis qiyamətə can var. Müsəlman birinci gələk onu tanıyır. Burada Şeyh Rahmanullah buyurur, təqiylərə. Təqiy yəni fiqh alimlərindən. Fiqh, çünki fiqh kəlməsi əqidə üçün də deyilir. Əqidə üçün və ya ümumən din üçün. Necə düzgün başa düşməyə də fiqh deyilir. İbn Abbas üçün radiyallahu anh dua edir ki, Rasul sallallahu aleyhi ve sellem o vaxt dua edir ki, ya Rabbi, onun təfsiri bəyanlə və dində fətih et. Fətih yəni başa düşən düzdür. Həmçində əqidə də fiqh deyirlər. Ona görə Abu Hanif rahimehullah əqidə kitabını yazanda adını qoyub Fiqhul Akbar. Böyük fiqh. Böyük fiqh adlandırır. Əqidə də fiqh deyir. Burada Şeyh təbii ki, rahimehullah o fiqh alimləri hansı ki, o məzhəb məsələlərində ki, danışırlar, xüsusən fiqh məsələlərdən rastamazdır, namazdır və s. Onlardan danışır Şeyh rahimehullah Allah'ın vəsvəsələrindən. Və deyirik ki, ümumiyyətlə qədim zamanlarda Şeyh rahimehullah buyurur, insanlar çox vaxt Quran, sünnəyə çox istinad edir və əzbərləyirlər, əhkamlarını öyrənirlər. Lakin axır ged-gedə insanlar başlayırlar zəifləməyə. Danışmırlar. Sakit. İnsanlar başlayırlar zəifləməyə. Və başlayırlar Quranın ayə və əhkamların fikir verməməyə. Fikir verməməyə və xüsusən bəzi ayə əhkamlarda dayanmağa, yəni o ayələr ki, bəzi əhkamlardan danışır və hədislərdən çox şərhlənmir. Hədisləri də tam oxumamağa, ayələr tam oxumamağa. Başlarlar hansı, məsələn, fiqhi məsələdir, onda kifayətlənməyə. Və bu da təbii ki, yaxşı nəticə vermədir. Və gətirdi, çıxardı, məsələn, zəifliyə və zəifləməkdən başladı ixtilaf düşməyə. Ki, o vaxt ki, dəlilləri hamısını bilməməyi, Quran sünnəni tam bilməməyi, gətirdi, nəyə çıxardı? İxtilafa. O adamdır. Və sonra şeyh başladı, deyir ki, rahimullah, başladılar, elə məsələlərə toxunmağa ki, heç gəlməyib Quran sünnədə, vacibdir. Ona görə fiqh alimlərini baxsınız, məsələn, kitablarına, elə məsələlər heç olmayacaq əslən. Yəni, qarışıblar, fikirləşiblər, fəlsəfə qarışıb, hər şey. O da fikirləşirlər, məsələn, havada olanda necə namaz qılmaq, belə, okeanın içində dastamaz necə almaq. Və məsələn, elə məsələlər ki, orada məsələlər fikirləşirlər, həll edirlər, qalıb, rəzətə da bənzəyir, kimiyyə qədər, tezə elm çıxır, həll etmək istəyirlər. Və şeytan bu qapıdan gözü olaraq və belə əqidə və s. başladı zəifləməyə. Və həmçinin elm təhsili də zəiflədi. Elmi məsələlər. Quran ümumiyyətlə, elm başladı öyrənməyə, insanlar özlərini göstərsinlər və ya mübahisə eləməyə. Sizən təqiylərdə bu çoxdur. Bəzən fiqh kitablarına baxanda mübahisələr çox gedir. Cavablar, bunu cavab edir. Buna. Biz bəziləri ixlasla, bəziləri də qoyucusunə işləməyi çox deyirlər. Və ya mən elə sual verdim, mənə sonra cavab verilmədi. Və ya məsələn, mən dəhşətliyəm və s. Yəni, şeytan belə məsələlərdən qaplanır da bilmirlər. Və həmçinin sonra girdi qiyas məsələlərinə. Yəni, qiyas çıxdı ortaya, qiyas başladılar müqayisə etməyə, yenə ayələri tam baxmamaq, hədislərə tam baxmamaq, səhih, zəif hədisi fərqləndirməmək, aydın bir fərq qoymamaq və belə nəticədə nə oldu? Hədis əhlindən uzaqlaşdılar. Və hədis əhli də bilirsə, əhlüsünə olacamadır. Hədis əhli hansı ki, necə Süfyan Səvri buyurur, əgər mələklər səmanın qorucularıdırsa, hədis əhli dünyanın yeryüzünün qorucularıdır. Yəni elmin. Və həmçinin Peyğəmbər salsındır ki, bir tayfa olacaq,
Qiyamətəcən qalacaq. Allah şirklərə də verə bilmişdir. İmam Əhməddən soruşdular ki, ya İmam Əhməd, bəs kimdir bunlar? Dedi ki, əgər hədis əhli deyilsə, kimdir olar bilməm daha. Əgər onlar hədis əhli deyilsə, daha onlar daha bilməm kimdir. Ona görə ən salamat, yəni vəsvəsələrdə ən salamat çıxan, baxmayaraq onlar da vəsvəsəli hədis əhlidir. Lakin hədisdən uzaqlaşmaq, Qurandan, əhkamlarından uzaqlaşmaq görürsən, gətir çıxardır vəsvəsələrə və s. Və şeyh sonra davam edir və vəsvəsələri necə başqalarını da vəsvəsələr eləyir. İnşallah qalsın gələn dərsimizə, Allah bilir. O Şeyh İbn Cəvzi Rəhməhullah fəqihlərə necə iblis vəsvəsələr eləyir. Və sonra Şeyh Rəhməhullah Abdurrahman ibn Əbi Leyla rivayətini getirir. Deyir ki, bəs deyir ki, 120 dənə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrini gördüm. 120 nəfəri. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrini gördüm. Və onların birində sual verəndə göndərir o birisini yanına. Ki, istəmirdi, o cavab versin, qoy o birisi versin. Təbii ki, bunlar bizi kimi döyüldü də. Yəni, bizi bir dənələrində 50 dənəsini cavab verir. İstəyirik bizdən soruşsun ancaq. Subhanallah, yoxsan, sahabələr necə idilər? Yəni, birində sual verəndə göndərir o birisini yanına. Deyirdi, yox, istəmirdi, çünki cavab vermək məsuliyyətdir. Onlar bilirdilər, ona görə qorxurdular Allah subhanət haladan. O adam ki, danışır ağzına gələni və ya bilmədiyi şeyə girişir, fitvalar verir və s. O qorxmur Allahdan. Ən birinci təqvası azdır. İxlas yoxdur. Və deyir ki, sahabələrdən soruşurdun, deyir, biri göndərir doğrusu yana, biri göndərir doğrusu yana. Ömər ibn Xattaba bir dənə sual verəndə Bədirdə döyüşənləri yığırdı. Sahabələri. Laf təmmimdən də soruşsa. Yığırdı, deyirdi, belə dən sual var. Yəni, bu sualın cavabı necə verək? Baxmayaraq, biri lakin ehtiyat edirdi. Yəni, Rasul Salsənin tələbələri idi. Və sonra, burada şeyh başqa rivayətlər də getirir. Deyir ki, yenə Abdurrahman ibn Əbi Leylədən deyir ki, Peyğəmbər sallallahu aleyhi ve selləmi 120 dənə sahabələrini gördüm. Və demək olar, hamısı da ənsarlar idi, yəni Mədinədə. Əgər bir şey soruşanda göndərir doğrusu qardaşın üstünə. Bir şey soruşanda, yəni bu onu göstərir ki, sahabələr ehtiyatlıydılar cavab verməyinə. Baxmayaraq, Rasul salsın tələbələri idi. Ona görə də bu da bizim üçün bəsdir. Bizə görə ehtiyatlı olaq. Söz deyəndə, fikirləşib, elmlə və istinad eləməksə elm əhlinə, alimlərə. Elə bir sual yoxdur ki, əlhamdülillah, o suallar böyük alimlərdən soruşulmasın. Artıq bütün suallar soruşulub. Heyr, dəyirləşdir, bax, böyük alimlər nə deyib, o cürdə çalış, cavab ver, ən salamat odur. Hətta yanmayasan, özün yandırmayasan bu dünyada vaxtda. Və burada Rahiməhullah ibn Cəvzi sonra Məlik ibn Ənəsin rivayətini getirir. Deyir ki, fitva verməzdim. Deyir, fitva vermədim, hətta 70 dənə şeyxdən icazə almayacaq. Yəni, Məlik ibn Ənəs deyir ki, fitva vermədim, yəni suallara cavab vermirdim. Hətta 70 dənə şeyx icazə verməyəcəm. Hə, Malik də Malik. Yəni, gəlir Kufədən biri yanına, İraqdan. İraq əhlindən biri. 40 dənə sualla. 3-4-ünə cavab verir, qalanlarını deyib bilmirəm. O da deyir ki, bəs mən qayıdırım axı, nə deyim Kufə, yəni İraq əhlinə deyim,
Ne diyeyim? O öyle fikirləşdi, bir də İmam Malik utanar, birdən deməz ki, ay o, birdən deyərlər filan kəs bilmir. Və s. Dedi ki, getdiyinə İmam Malik dedi ki, bilmirəm. Getdiyinə İmam Malik dedi ki, bilmirəm. Təvazükarlıq, tabinlər, təbəli ətbə, versən əxlaqı, iman, təqva, Allah qorxusu, sözü deməmişdən qabaq fikirləşmək. Çünki söz hələlik səndədir içərdə. Çıxdı qıtardı, sənin də öl daha, sənin də öl. Çıxartmamısan sən, o sənin qulundur. Çıxdı qıtardı, sən onun qulusan. Gör, yəni sələfi necə ehtiyatlıydılar. Və sonra rahiməhullah burada danışır, necə iblis vəsvəsələrini fəqihlərə və vəsvəsələrindən əmir sahiblərinə yaxınlaşmaq üçün yaltaqlanmaq. Məsələn, fitvalar vermək. Fəqihlərdə çox olur, görünür belə tarixdə. Yəni, nədir, böyük razı olsun, görürsən fitva dəyişmək, fitva vermək, onun xeyrinə və s. Bu da yəni şeytan vəsvəsələndəndir. Aydındır. Və həmçinin əmir sahiblərinə inkar etməyi, etməməyi. Bu da şeytan vəsvəsələndəndir. Təbii ki, əgər qüdrəti çatırsa, gücü çatırsa. Aydındır, əgər gücü çatırsa, əgər sözü çatırsa, yəni əmr bil ma'ruf və nəhy anil munkar hamısına aiddir. Hamına. Və hamına əmr bil ma'ruf və nəhy anil munkar etmək lazımdır. Lakin hər kəs gücü çatan qədər. Aydındır, gücü çatan qədər. Və həmçinin yəni vəsvəsələrindən xoşlamaq ki, ancaq ondan soruşsunlar. Həmçinin xoşlamaq, mübahisə eləmək, fikir məsələlərdə, başa çıxmayan məsələlərdə. Həmçinin təkəbbürlük, sual verəndə təkəbbürlüklə cavab vermək. Həmçinin özünü yüksək məqamlarda görmək. Özündən təəccüblü olmaq. Ki, bu dəhşətdir. Ki, mən beləyəm. Bunlar hamısı şeytanın vəsvəsələrindən. Danışma. Dərs vaxt danışma olmaz. Bunlar hamısı iblisin vəsvəsələrindən. Və sonra Şeyx Rahiməhullah danışır necə mövizə eləndənə şeytan vəsvəsələ eləyir. Mövizə yəni qabaq bunlar çox idi. Yəni məsciddə qabaq qədimdə görürsən namazdan sonra qalxardı biri, indi az alhalım Ərəb ölkələrində də. Qalxardı biri mövizə eləyərdi. Ayrıca adamlar, yəni mövizə, yəni söhbət eləyənlər. Söhbət eləyən. Dinlər. Məsələn, çıxırdı cəmaatı qana və dəvət edirdi canı, yəni mövzələr idi, yəni hadisələrdən danışırdı, belə qıssalardan və s. Hekayələr və s. belə mövzələr, vaizlər. Və necə İmam Əhmədin vaxtında biri qalxır, deyir ki, İmam Əhməd mənə dedi ki, bəs belə. İmam Əhməd oturub meclisdə. Neysə dillənmədi, sonra o vəz eləyəndən sonra yaxınlaşdı ki, ola ki, bəs sən nə danışsan? Mən səhələ söz deməmişəm, mən İmam Əhmədəm. O deyir ki, söhbətdən çıxmaq üçün deyir, bəyər sən bir dənə dünyada bir dənə sənsən Əhməd. Və bu vəz edənlər də görürsən, uydurma zəif hədisləri çox səbəb olublar. Yəni hədis rivayətlərində görürsən, uydurma və zəif hədislərində səbəb olublar. Gəlmağında, vəz edənlər. İndi Şeyx Rahmanlı birinci öz olan vəsvəsələrindən danışır. Necə onlara vəsvəsə verdi iblis. O insan gerək bu vəsvəsələri öyrənər, birinci düşməni öyrənər, birinci daxilindəki. O şeytandır. Şeytan necə vəsvəsələr eləyir. Vacib məsələdir. Allah Subhanahu neçə yerdə Quranda deyir ki, şeytandan qorunun.
Neçə yer dedik ki, şeytan sizin açıq aydın düşmənimizdir. Açıq aydın. Qorunun ondan. Ona tabi olmayın. Öyle Müslüman gelen birinci bağlardan özünü korumalıdır. Allah bilir. İnşallah gələn dərsdən tamam gəlir.